Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Azərbaycanın rəsmiləri artıq bir ilə yaxındır ki, bəlkə də daha çox ölkəmizdə data mərkəzlərinin qurulması haqqında ABŞ şirkətlərlə danışıqları aparır. Səbəb süni intellektin getdikcə ölkələrin milli təhlükəsizliyinə təhlükə yaratmamalarıdır. Kiber təhlükələr özünə CIA daxil etdikdə daha da dağıdıcı və qarşı alınmaz ola bilər. Xəbər verilir ki, bu sözləri beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib. O bildirib ki, data mərkəzlərinin qurulması süni intellekt mərkəzlərinin qurulmasına yönəlir və bunun üçün texnologiya transferi zəruridir. Lakin bizi, yəni insanlığı gözləyən sürprizlər bu deyil. Bunlardan daha təhlükəlisi süni intellektin hərbi sənayədə tətbiq olunmasıdır. Artıq insansız ölüm vasitələrinin kütləvi istehsalı mümkündür. Bunu qismən Ukrayna müharibəsində görürük, amma daha da artacaq.